Qış üçün həm çox gözəl görünən, həm də süfrədə iştah açan qarışıq turşu hazırlamaq istəyirsinizsə, bu resepti mütləq yadda saxlayın. Xırt-xırt xiyar, şirin pomidor və ətirli göyərti bir bankada. Hazırlanması düşündüyünüzdən də asandır. İlk olaraq istifadə edəcəyimiz tərəvəzləri yaxşıca yuyuruq. Pomidor və xiyarların üzərində heç bir çirk qalmaması üçün onları bol suda təxminən 1 saat gözlədirəm. Tərəvəzlərin təzə və sağlam olması turşunun həm dadına, həm də görünüşünə təsir edir. Yuyulmuş tərəvəzləri süzgəcə qoyub suyunun tam süzülməsini gözləyirik. Bu mərhələdən sonra bankaları hazırlamağa keçirik. Təmiz və steril bankalardan istifadə etmək turşunun uzun müddət keyfiyyətli qalması üçün çox vacibdir. Bankanın dibinə əvvəlcə ətirli göyərtiləri, cəfəri, şüyüd çubuğu, boyana çubuğu, sarımsaq, nanə, acı biber yerləşdiririk. Daha sonra tərəvəzləri bankaya yavaş-yavaş düzürük. Xiyar və pomidorları növbəli şəkildə yerləşdirdikdə həm banka daha dolğun görünür, həm də hazır məhsul çox gözəl rəng alır. İndi tərəvəzləri bankaya mümkün qədər səliqəli şəkildə yerləşdiririk. Bankamız artıq hazırdır. Tərəvəzlərin rənglərinə baxın. Qırmızı pomidor, yaşlı xiyar və ətirli göyərtilər birlikdə həqiqətən də çox gözəl görünür. Eyni qayda ilə digər bankanı da hazırlayırıq. Hazır olan bankalara hər banka üçün 2 xörək qaşığı duz əlavə edib, üzərinə qaynar suyu yavaş-yavaş əlavə edirəm ki, bankamız çatlamasın. Hazırladığımız bankaları qapaqları ilə birlikdə emal etmək üçün ilıq suya yerləşdiririk. İlıq suya yerləşdirdikdən sonra 15 dəqiqə qaynamağını gözləyirik. 15 dəqiqənin tamamında bankaları təhlükəsiz şəkildə çıxardırıq. İndi isə bankaların içərisinə 70%-ni uluksuz məhlulu əlavə edirik ki, tərəvəzlər bütünlüklə turşunun dadını özünə çəksin. Məhlulu əlavə etdikdən sonra bankanın ağzını yaxşıca bağlayırıq. Qapağının möhkəm bağlanmasına diqqət yetirin. Daha sonra bankanı yoxlayırıq ki, heç bir sızma olmasın. İndi bankanı ehtiyatla çeviririk və qapağını tam kip bağlandığına əmin oluruq. Bu şəkildə bankaları soyuyana qədər saxlamaq olar. Soyuduqdan sonra bankaları sərin və qaranlıq yerdə saxlaya bilərsiniz. Beləliklə, qış aylarında süfrəniz üçün rəngarəng və ləzzətli turşunuz hazır olacaq. Resepti bəyəndinizsə, videonu bəyən, kanala abunə olmağı unutmayın.